Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de hemme ba'd. Şeyhülislam İbn Teymiyyə rahimahullahın Məcmu'l Fətava 7-ci cild 617-ci səhifəsində, yəni səhifəsindən başlayaraq, yəni burada mövzu gedir. İman küfür mövzusudur. Yəni imanın, Kitab-ül İmanın axırlarıdır da İbn Teymiyyənin kitabının. Gündəmdə olan, yəni bugünkü gündə bəzi adamların gətirdiyi şübhəyə cavab olaraq deyirik. Və deyir ki, Şeyhülislam mimmə yəzil şübhətə, yəni şübhənidir aradan qaldıran məsələlərdən odur ki, فإن كثيرا من الفقهاء يظن أن من قيل هو كافر فإنه يجب أن تجري عليه أحكام المرتد ردة ظاهرة فلا يرث ولا يورث ولا يناكح حتى أجروا هذه الأحكام على من كفروه بالتاويل من أهل البدع وليس الأمر كذلك. Deyir ki, bir çox fuqaha, fəqihlər elə zənn edir ki, kimin ki barəsində deyilib ki, misal üçün kafirdir, vacib olur onun üzərində mürtəd əhkamları zahirən icra olunsun, yəni miras vermir, miras qoymur, nikah etmir. Hətta əcru həzil əhkam alə mən kəffəruhu bitəvil. Yəni bu əhkamları hətta icra edirlər o kəslərə qarşı ki, kimləri ki təvil ucbatından təkfir edirlər bidət əhlindən. Lakin məsələ bu cürünə deyil. Yəni hamısı eyni hökmdə deyil. Fi innehu qad səbətə ennən-nəs kənu thələsətə asnəf. Yəni bu mövzu bundan qabaq Şeyxülislam İbn Teymiyyə namazın tərkindən danışır. Yəni mövzu nədir? Namazın tərkidir bundan qabaq ki. Və bəzən qılıb, bəzən qılmayanları deyir ki, yəni bunların əhkamları münafiqlərin əhkamlarıdır şəriət diyarında ki, onlar mütləq deyil ki, mürtəd hökmü verilsin onlara. Çünki bəzən qılır, bəzən qılmır, tutmaq olmur da, yəni. Yəni həmin söhbətdir, həmin şübhədir ki, namaz qılmayanın, yəni imamın yanına gətirilib ona, yəni ki, mürtəd hökmü verilib verilməməsi bu mövzulardır. Yəni bu əsnada, bu siyaqda, bu kontekstdə gedən mövzudur və deyir ki, məsələ belə deyil, məsələ bölünür. Yəni küfr zahir var, zahiri olan küfür var və batini olan küfür var. Çünki deyir Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə "Finnehu qad səbətə ennən-nəs kanu thələsətə asnaf." Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə insanlar 3 sinifə bölünürdü: mömin, kafir, hansı ki o kafir ki küfrü izhar edir və münafiq kafir, hansı ki İslamı izhar edirdi, amma batində kafir idi. Yəni iki növ kafir var idi. Aşkarı kafir olan, yəni aşkar kafir və aşkarı İslam olub daxili kafir olan. Bu da gizli kafirdir, yəni münafiq. Və kana fil munafiqin men ya'lamuhun-nas bi alamat və dəlalət. Və münafiqlərdən də elələri var idi ki, insanlar onları əlamətlərlə və yaxud dəlilləri ilə tanıyırdı. Yəni bilirdi ki, aşkarına bu münafiqdir və yaxud onun əlamətlərini bilirdilər. Bəl mən la yashukuna fi nifaqihi. Hətta elələri var idi ki, heç şək etmirdilər ki, bu münafiqdir. Nifaqında belə şək yox idi. Hətta deyir: "Və mən nəzələl Qur'an bi bəyani nifaqihi." Hətta onun nifaqı barəsində Quran nazil olmuşdu. Abdullah ibn Ubey ibn Selul kimi və bunun mislində olanlar kimi. Və mə həzə fələmmə mətə həulə varasatuhumul muslimun. Bununla yanaşı deyir, onlar öləndə deyir, müsəlmandır varisləri onların mirasını aldılar, qəbul etdilər. Və kəni izə mətə ləhum meyyitun ətəhum mirasahu. Və onlardan deyir, bir öləndə onun da mirasını bunlar alırdı. Və kənət tu'samu dimauhum həttə tuqamu sünnət-i şər'iyyə alə əhədihim. Və onların deyir, qanları da qorunurdu, ta ki deyir, şəridir, sünnətdir, icra olmayınca, onların cəzası üzərində də, yəni cəzası sübut olmayınca. Və deyir ki, məqsəd deyir, odur ki, vəl uləmə qad tənəzəu fi təkfiri əhlil bidəyi. Yəni bu da deyir, təkcə münafiqlərə aid deyil hökmlər. Bidət əhlinin bəzilərinə də aid, yəni toxunur bu məsələlər. Orada danışır,
İmam Əli radiyallahu anhunun hərurilərlə döyüşməsi, onlara qarşı münasibətindən və deyir ki, yəni bəzən bir qism alimlərə görə təkfir olunur, bir qism alimlərə görə təkfir olunmurlar. Yəni bundan danışır burada. Yəni orasının xülasasını gətirmək istəyirəm. Deyir ki, وَالْعُلَمَا قَدْ تَنَازَوْا فِي تَكْفِيرِ أَهْلِ الْبِدَعِ وَالْأَهْوَاءِ وَتَخْلِيلِهِمْ فِي النَّارِ və deyir, alimlər deyir, ixtilaf ediblər bidət əhli, hava əhlinin təkfiri barəsində, onların əbədi cəhənnəmdə qalması barəsində. Yəni bidət əhli barəsində bir mənalı görüş deyil. وَمَا مِنَ الْأَيِّمَّةِ إِلَّا مَنْ حُكِيَ عَنْهُ فِي ذَلِكَ قَوْلًا və elə imam yoxdur ki, sələfi imam, onun haqqında, yəni ondan, imamdan bu haqda, yəni bidət əhlinə qarşı iki rəvayət olunmasın, iki görüş yəni. Yəni təkfiri və təkfir olunmaması. Necə ki, Malik, Şafi və Əhməd və qeyrilərindən bu rəvayət olunduğu kimi وَسَارَ بَعْدُ أَتْبَائِهِمْ يَحْكِ هَذَا النِّزَاعِ فِي جَمِيعِ أَهْلِ الْبِدَعِ və bəzi onların ətbası, yəni bu imamların ətbası bu ixtilafı bütün bidət əhlinə deyir, aid etmişdilər. Və onların deyir, əbədi cəhənnəmə qalması ixtilafındadır. Hətta iltəzəmə təxlidəhum kulli mən ya'təqidu ənəhu muhtədi, ta elələri də var ki, işlərində bidət əhlini əbədi cəhənnəmdə görür. Yəni o etiqad, bidət etiqadına görə, etiqad etdiyinə görə şəxsən olaraq, yəni müəyyən olaraq. Yəni deyəcəksiniz, yəni bunlar hamısı xavaricdir. Yəni fuqahadan danışırıqsa, fuqahadan elələri olub müəyyənləri belə bidət əhlindən təkfir ediblər. Düzdür, şeyx razılaşmır bununla, amma ki bu faktdır. Yəni heç kəs də bunlara təkfirçi, xavaric adı verməyib ki. Və fi həzə minəl xata'i mə lə yuhsa, lakin yəni bu məsələlərin içinə girdikdə, yəni burada nə qədər xata var, yəni onun sayı hesabı yoxdur. Və qabeləhu ba'duhum. Bunun müqabilində isə bəziləri fəsara yazunnu ənəhu lə yutlaqu kufr əhəd min əhlil əhva. Heç kəsə deyir küfr hökmü verilmir, hava əhlindən, bidət əhlindən. Bunun müqabilində çıxıblar başqaları, başqa fuqaha yəni. Deyirlər ki, yox, heç kəsə, hava əhlindən, bidət əhlindən heç kəsə küfr hökmü verilmir. Hətta küfürləri, bidətləri ilhad, tətil dərəcəsinə çatsa belə. Kənu qad ətov minəl ilhədi və əqval əhli tətil. Tətil nədir? Sifətləri inkar etməkdir də, yəni inkarçılar. Və ittihad fikrində. İttihad kimlərdir? Vahdətül vücud əqidəsində olanlar, yəni sufilər. Yəni bunların heç birinə deyir, kafir hökmü verilmir. Yəni bu müqabil tərəfdir. Bir tərəf deyir ki, bütün bidətçiləri təkfir edirik müəyyən olaraq da. Digər tərəf isə deyir ki, heç kəsi təkfir etmirik bidət əhlindən. Hətta deyir, ittihad əhlini belə, ittihad kimdir? Vahdətül vücud əqidəsində olanları və həmçinin tətil əhli, yəni sifətləri inkar edənləri təkfir etmirik. Lakin deyir, orta yol, təhqiq odur ki, ənnə qavlə qad yəkunu kufran kəmə qalətil cəhmiyyə. Söz bəzən deyir, küfür sayıla bilər. Cəhmilərin görüşləri kimi, misal üçün, əlləzinə qalu innəllaha lə yətəkəlləmu və lə yura fil əxirə. Hansılar ki, deyirlər ki, cəhmilərin görüşü nədir? Allah deyir, danışmır, yəni kəlam sifəti Allaha məxsus deyil, sifət inkarıdır, düzdür? Sifət inkarçısıdır. Həmçinin deyir ki, axirətdə Allah görülməyəcək. Allahın görülmə sifətini inkar etməkdir, yəni də. وَلَكِنْ قَدْ يَخْفَ عَلَى بَعْضِ النَّاسِ أَنَّهُ كُفْرٌ. Lakin bəzi insanlara bunun küfür olması qaranlıq qala bilər, gizli qala bilər. Bəzi insanlara, hamısına yox. Bəzi insanlara bunun küfrü qaranlıq qala bilər, gizli qala bilər. فَيُطْلَقُ الْقَوْلُ بِتَكْفِيرِ الْقَائِلِ. O zaman deyir, bu sözü deyənə deyir, küfür sözü deyilir. Deyilir ki, kim belə deyərsə kafirdir. Kəmə qalə sələf. Necə ki, bunu sələf demişdi. Mən qalə əl-Qur'an məxluqun fəhvə kafirun. Kim deyər ki, Quran məxluqdur, o kafirdir. Və həmçinin kim deyər ki, Allah axirətdə görülməzdir, o deyir, yenə də nədir? Kafirdir. Lakin müəyyən bir şəxsə gəldikdə, ona hüccət qaldırılmayınca, o şəxsə küfür hökmü yəni, bəzən verilmir. Kəmən cəhədə vücubə saləh. Necə ki, bəzən namazın vacibliyini inkar edən, zəkatın vacibliyini inkar edən, içkini halal görən, zinanı halal görən təvil edərək, bunları təvil edərək ona necə ki, kafir hökmü verilmədiyi kimi.
Feinne zuhura tilkəl əhkəm, bu əhkamların, yəni namazın vacibliyi, zəkatın vacibliyi, həmçinin içkinin haramlığı, zinanın haramlığı, bunun zahir olması, bu əhkamların zahir olması müsəlmanların içində sifətlərin inkarının zahirindən daha üstündür. Bax, bugünkü gündə sual verirlər. Ad və sifətlər üstündür, yoxsa namaz? Əslində sual düzgün qurulmayıb. Ad və sifətlər üstündür, yoxsa namaz? Hansı məsələ daha zahirdir? Şeyxülislam İbn Teymiyyə deyir ki, namazın vacibliyi, zəkatın vacibliyi, içkinin haramlığı, zinanın haramlığı müsəlmanlar içində daha aşkar məsələdir, nəinki bəzi sifətlərin inkar olunmasının məsələsi kimi. Aydındır. Yəni, onlar bundan daha gizlidir. Onunla yanaşı, Feyzə kənəl mütəəvvil muxtiən fitilkəl. Əgər təvilçi bu məsələdə xata edibsə, yəni təvil əhli, təvil edib də, yəni xata edibsə, lə yuhkəm bi kufrihi illə ba'dəl bəyan ləhu və istitəbətihi. Ona bəyan olunmamış, onu tövbəyə çağırmamış, ona nədir? Küfr hökmü verilmir. Necə ki, bunu içki içən bəzi sahabələrə tətbiq olunmuşdu və qeyriləri də, yəni ki, məşhur hədisdə keçir də, sahabələr, yəni yozumundan içki içmişdi, yozaraq da, yəni. Və ləhəzə yuxarıcül hədis sahih. Filləzi qalə izə, həmçinin buna da aiddir, səhih hədisdə keçən kim ki deyir ki, məni yandırın, səpəliyin, yəni öləndən sonra və Allahın qüdrətində şəkk edir. İbn Teymiyyə gətirir burada. Və qad qəfərallahu ləhəzə, Allah deyir, onu bağışlayır. Mə'mə həsələ ləhu minəşşəkki fi qudrətilləhi. Baxmayaraq deyir, ona deyir, yəni o deyir Allahın qüdrətində deyir şəkk etmişdi bu məsələdə ki, Allah onu qaytarmaz birdən. Yandırıb səpələyəndən sonra. Bu da deyir öz yerində deyir geniş danışılıb. Sonra deyir ki, fein qilə, əgər deyilsə birdən ki, vallahu qad əmərə bi cihadil kuffar vel munafiqin fi ayəteyn minəl Qur'an. Allah iki ayədə deyir, kafirlərlə və münafiqlərlə cihad aparmağı əmr etmişdir. Və biz münafiqlər deyirik ki, zahirən bu müsəlmandır. Müsəlman əhkamları tərtib olunur. Feyzə kənəl münafiq təcri aleyhi əhkamul İslam fi zahir. Fə keyfə yumkin mücahidatuhu. Əgərdir münafiqindir, zahirəndir İslam əhkamları onun üzərinə icra olunursa, o zaman deyir onunla cihad aparmaq, mübarizə aparmaq nə cürlə mümkündür? Cavab qilə mə yəstəqarru fil qalbi min imanin və nifaqin la budda an yazhara mucibuhu fil qawli vel amal. Qəlbdədir yerləşən iman və yaxud nifaq gərək ki onu vadar edən söz və əməldə üzə çıxsın. Yəni qəlbində olan gec-tez vadar edəcək üzə çıxsın sözündə və əməlində. Yəni bunlar çıxacaq üzə. Yəni imandırsa sözündə iman çıxacaq üzə, qəlbinin imanı. Əməlində qəlbinin imanı çıxacaq. Nifaqdırsa sözündə üzə çıxacaq, əməlində üzə çıxacaq. Aydındır. Kəmə qalə bə'du sələf. Necə ki, bəzi sələflər deyir ki, mə əsarra əhədun səriratan illə bədəəhullah alə səfəhət vəcihi və fələtət lisanihi. Heç kəs deyir, elə bir sir gizlədə bilməz ki, Allah deyir, onun üzünə deyir, onun əlamətlərini çıxartmasın və dilinə deyir, onun deyir, səhvlərini, yəni qəlbində gizlətdiyi sirləri çıxartmasın. Və qad qalə təalə fi haqqil münafiqin. Halbuki Allah Taala münafiqlər barəsində buyurmuşdu: "Və law nəşəu la araynakahum fələ'araftahum bisimahum və lata'rifannahum fi lahnil qawl." Biz istəsəydik, siz onları üzlərindən tanıyardınız. Yəni Allah istəsəydi, la araynakahum. Sənə deyir, onları göstərərdim. Bildirərdim ki, bax bu münafiqdir, Lakin nədir? Fələ araftahum. Sən dedir, onları tanıyacaqdın belə, Allahın bildirdiyi ilə. Lakin deyir, fələ araftahum bisimahum. Yəni, simalarından deyir, tanıyacaqsın. Lakin deyir, və ta'rifannahum fi lahnil qawl. Lakin siz onları deyir, sözlərinin deyir, səhvləri ilə deyir, tanıyacaqsınız. Yəni, çıxacaq üzə. Yəni, qəlbində gizlətdiyi nifaq deyir, sözündə deyir, çıxacaq üzə. Feyzə azharəl münafiq min tarkil vacibat və fi'ləl muharramat mə yəstəhikku aleyhil uqubə uqibə alə zahir. Və ona görə də deyilir ki, İzə azhərəl münafiq.
Əgər münafiq deyir, vaciblərin tərkini, fikir ver, yəni namazı, zəkatı, orucu, vaciblərin tərki nədir? Namaz, zəkat, oruc, həc. Əgər bu kimi şeyləri izhar edərsə, aşkarlayarsa, yəni münafiq gizlədir də adətən, hə? Amma əgər aşkarlayarsa və yaxud haramları yerinə yetirərsə aşkarda, içki içər, zina edər və s. hansına ki görə cəza çəkilməlidir də, yəni düzdür, cəzalandırılmalıdır. O zaman deyir, o zahirinə çıxdığı üçün o cəzalandırılacaq. Yəni zahirinə görə cəzasını çəkəcək. Deyir ki, uqibə alə zahir və lə yuaqabu alə mə yu'lamu min batinihi bilə hüccətin zahiratin. Və içindədir gizlətdiyi, aşkaradır, açıq aydın hüccət olaraq çıxartmamış, ona görədir cəzası yoxdur. Yəni gizlədir, nəyə ki, hara qədər ki gizlədir, heç kəs bilmir, zahirə çıxmayınca, yəni açıq-aşkar hüccət olunmayınca ona cəza yoxdur. Düzdür? Amma aşkara çıxardırsa, o zaman nə olur? Cəzalandırılır. Yəni o haramların yerinə yetirilməsini aşkara çıxardırsa, insanlar bilir, və yaxud vacibləri aşkarcasına tərk edirsə, hamı bilir, artıq nə olur? Nifaqı üzə çıxır və onun cəzasını çəkir. Düzdür? Və mübarizə də bu cür nədir? وَلِهَذَا كَانَ النَّبِي sallallahu aleyhi ve sellem يَعْلَمُ مِنَ الْمُنَافِقِينَ مَنْ أَرَّفَهُ اللّٰهُ بِهِمْ. Və ona görə də Allah Resulü sallallahu aleyhi ve sellem münafiqlərdən deyir, nəyi bilirdi? Nəyi ki Allah ona bildirmişdi, örgətmişdi. وَكَانُوا يَحْلِفُونَ لَهُ وَهُمْ كَاذِبُونَ. Onlar isə Allah Resulünadır, and içirdilər yalandan olaraq. وَكَانَ يَقْبَلُ عَلَانِيَتَهُمْ وَيَكِلُ سَرَائِرَهُمْ إِلَى اللّٰهِ. Və Allah da deyir, Allah Resulü sallallahu aleyhi ve sellem onların deyir, aşkarını deyir, qəbul edirdi, and içirdilər də yalandan. Ha? İçlərində sirlərini isə Allaha buraxırdı. Və deyir ki, وَأَسَاسُ النِّفَاقَ الَّذِي بَنَى عَلَيْهِ أَنَّ الْمُنَافِقَ لَا بُدَّ أَنْ تَخْتَلِفَ سَرِيرَتُهُ وَعَلَانِيَتُهُ وَظَاهِرُهُ وَبَاطِنُهُ. Və nifaqın deyir, əsası onun üzərində qurulub ki, münafiqin gərək ki, sirrindəki ilə aşkarındakı fərqlənsin. Sirrində bir şey gizlədir, aşkarında başqa şeydir. Zahirində bir haldır, batinində başqa haldır. وَلِهَذِ يَصِفُهُمُ اللّٰهُ فِي كِتَابِهِ بِالْكَذِبِ. Və ona görə də Allah Teala öz kitabında onları yalancı adlandırır, vəsf edir. كَمَا يَصِفُ الْمُؤْمِنِينَ بِالصِّدْقِ. Necə ki, əks olaraq möminləri sidqlə vəsf edir, doğruluqla. Necə ki, Allah Teala buyurur, وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْسِبُونَ. Onlar üçün ağır verici əzab var. Nə üçün? Çünki بِمَا كَانُوا, onlar yalan danışdıqları üçün. Və Allah Teala bildirir ki, "Vallahu yeşhadu innel munafiqin lekazibun." Allah deyir, şahidlik edir ki, həqiqətən münafiqlər yalançıdırlar. Və amsalu haz kəsir. Və bu misalları Quranda çoxdur və həmçinin Allah Teala buyurur möminlər haqqında, deyir ki, "İnnemel mu'minunellezine amenu billahi ve rasulihi thumma lam yertabu ve cahadu bi amwalihim ve anfusihim fi sabilillahi ulaika humus sadiqun." Həqiqətən möminlər yalnız o kəslərdir ki, hansılar ki Allaha və Rəsuluna iman edərlər, sonra bu işdə şəkk etməz və Allah yolunda malları ilə, canları ilə cihad apararlar. Məhz onlardır sadiqlər, yəni doğru danışanlar. Və həmçinin Allah Teala buyurur ki, "Leysel birre en tuvallu vujuhakum qibalal məşriqi vel məğribi." Deyir, xeyirxahlıq ondan ibarət deyil ki, üzünüzü şərqə və yaxud qərbə tutasınız. Və axırda buyurur Allah Teala, "Ulaikellezine sadaku və ulaika humul muttaqun." Məhz onlardır doğru danışanlar və məhz onlardır müttəqilər, yəni təqva əhli. Və bil cümlə və ümumilikdə deyir, demək istəyir ki, və aslu hazil məsail ən ta'ləmə ennel kufra naw'an. Yəni gəlirik kulminasiya nöqtəsinə də, yəni ümumilikdə bildirmək istəyirik ki, bu məsələnin əsli, bu məsələnin duracağı yer, kökü ondan ibarətdir ki, küfür iki növə bölünür. Yəni aşkarda olan küfür və batində, içində olan, nifaq olan küfür. Fizə təkəlləmə fi əhkəm əl-əxirə kənə hukmul münafiqi hukmul küffər. Biz əgər axirət əhkamlarından danışırıqsa, münafiqin axirət əhkamları nədir? Küfürdür. Düzdür? Və əmmə fil əhkəm dünya əhkamlarından danışırıqsa, fəqət təcri aləl münafiq əhkamil muslimin. Münafiqə deyir, müsəlman əhkamları.
icra olunur zahiran. Və qad təbəyyənə ənə dinə lə buddə fihi min qavlin və əməlin. Və bununla deyir, aşkar olunur ki, fikir ver, qad təbəyyənə ənə dinə lə buddə min qavlin və əməlin. Din yəni gərək ki, iki şeydən ibarət olsun, söz və əməldən. Və ənəhu yəmtəniyu ən yəkun rəcül müminən. Sonra deyir, yəni nə cürünə aşkarlayırsan münafiq olmasına da, yəni. Və mümkünsüzdür ki, deyir, bir kəs mömin sayılsın, Allaha iman etsin, Rəsuluna iman etsin qəlbində və yaxud qəlbində və dilində izhar edir də İslamı. Düzdür, dilində izhar edir İslamı. Və ləm yuəddi vacibən zahiran və aşkarına olan bir vacibi yerinə yetirməsin. Namazımı, zəkatımı, orucumu və qeyri vacibləri. Və lə qeyri zəlik minəl vacibət lə li əcli ənəlləhə əvcəbəhə. Bu deyir, yəni o vaciblər yox ki, hansı ki əmanəti yerinə yetirməkdir və yaxud doğru danışmaqdır və yaxud düzgün bölgü aparmaqdır, insanlar arasında düzgün hökm verməkdir. Bunlar yox. Çünki bunlar nədir? Bunlarla deyir, insan deyir, küfürdən çıxmır deyir İslama. Küfürdən İslama çıxaran zahiri əməllər olmalıdır. Yəni bu kimi şeylər kafirlər və müşriklər arasında müştərək şeylərdir. Yəni bunu müşriklər də edir, əmanəti yerinə yetirir, düzgün bölgü aparır, ədalətli hökm verir, doğru danışır. Bu kafirlər və müşriklər arasında müsəlmanlarla müştərək əməldir. Yəni onlarda da var, bu müsəlmanlarda da var. Onlar da bunun vacibliyini bilir. Əksinə deyir, fələ yəkunu rəcul müminən billəhi və rasulihi. Əksinə deyir, bir kəs deyir, Allaha və Rəsuluna iman etmiş sayılmaz. Mə'ə ədəmi şeyin minəl vacibət əlləti yaxtassu bi icabihə Muhammedun sallallahu aleyhi ve sellem. Ta ki, o vacibləri yerinə yetirməyincə ki, hansını ki, Muhammed sallallahu aleyhi ve sellem xas olaraq gətirib. Aydındır. Müştərək əməllər yox. Hansını ki, müşriklərlə və kitab əhli ilə və digər kafirlərlə eyniyik. Əmanəti qorumaq kimi, doğru danışmaq kimi, düzgün bölgü aparmaq kimi. Bunlar müştərək əməllərdir. Bunu kafirdə də rastlaşa bilərsən. Düzdür? Müşrikdə də rastlaşa bilərsən. Amma haçan insan Allaha və Rəsuluna iman etmiş sayılacaq, haçan bu adam müsəlman, mömin sayılacaq, nə vaxt ki, o vacibləri yerinə yetirəcək aşkarda. Hansıları ki, Muhammed sallallahu aleyhi ve sellem xas olaraq gətirib. Xas olaraq gətirib. Namazmı, orucmu, zəkatmı, həcmi, bax bu şeylər. Aydındır. وَمَنْ قَالَ بِحُصُولِ الْإِيمَانِ الْوَاجِبِ بِدُونَ فِعْلِ شَيْءٍ مِنَ الْوَاجِبَاتِ. Və kim deyərsə ki, həmin kəsin imanı var, vacib imanı yerinə yetirmiş sayılır. Yəni, amma aşkarda deyir, heç bir vacibi yerinə yetirmədən فَهَذَا كَانَ مُخْتَنْ خَطَنْ beyinən, bu açıq aşkar deyir, yəni xata etmiş sayılır, açıq aşkar xata etmiş sayılır. وَهَذِهِ بِدْعَةُ الْإِرْجَى. Və buna deyir, məhz murciə bidəti deyilir. İrcə bidəti deyilir. Əlləti əzəmə sələf vəl-əimmətül kələm fi əhlihə. Hansı ki, sələf və imamlar deyir, onlar barəsində deyir, şiddətli sözlər demişdilər. Və qalu fihə minəl məqalətil qalizə. Və onlara qarşı deyir, şiddətli deyir, məqalələr, sözləri var. Mə huvə mərufun. Hansı ki, deyir, mərufdur öz məqamında. Və bu vaciblərin içində, yəni Muhammed sallallahu aleyhi ve sellem gətirdiyi xas vaciblərin içində deyir ki, Şeyhülislam İbn Teymiyyə وَالصَّلَاتُ هِيَ أَعْزَمُهَا وَعَمُّهَا وَأَوَّلُهَا وَأَجَلُّهَا. Və namaz deyir bunların içində ən böyüyü, ən ümumisi, ən ilkini və ən dəyərlisidir. Yəni bu vaciblərin içində. Aydındır bu. Və bu ilə düşünürəm ki, yetərlənmək olar, kifayətlənmək olar. Allah bizi eşidib faydalananlardan etsin. Subhanakallahumma hamdike, eşhedü en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.